Herkese salam. Bugün sobasız dondurma ləzzətində çox dadlı tort hazırlayacağam. Krem üçün şəkər tozu, un, nişasta, yumurta sarısı və südü qarışdırıb qaynayıb qatlaşana qədər zəif odda bişiririk. Ocaqdan götürüb şəkərli vanil əlavə edib tamam soymasını gözləyirik. İlıq olandan sonra soyuducuya qoymaq lazımdır. Sərin, bişmiş kremi istəyə görə krem şanti ilə qarışdıra bilərsiniz. Kofeni kəmşirin südlə qarışdırıb petit beurre peçenyəni bura salıb çıxarırıq. Arasına krem çəkməklə üst-üstə düzürük. Ən sonda qaymağa şokolad əlavə edib astaq odda qarışdıraraq əridib ilıq halda tortun üzərinə əlavə edirik. Soyuducuda 3-4 saat gözlətdikdən sonra sərin halda servis edirik. Mütləq sınayın. İzlədiyiniz üçün təşəkkür edirəm. Hələlik.